İnsan hatırlandıkça hiç zaman ölmür. Ama hatırlanan insanın fizionomiyası, varlığıdırsa, hafizədə qalan əməlidir, izidir, rəhmətə layiq yaşadığı həyatdır. Odur ki, bir daha ben sizin ocağınızda biraz ürəklə danışdım. Ya biraz da atamın ruhu geldi, biraz müəllim yoldaşı. Yeri cennet olsun. Qohumumun tərəfindən, Nurcahan da ürəyi burduydu, istəyirdi gəlib. O Məmməd müəllimin tərəfindən, Məmməd müəllim də maşallah sizə yaxın olub. Elə onu, o da, bu da, hamısı da dünyası dəyişənlər bugün baxma. Ruhlar başınıza yığılıb. Biz ruh dünyasına heç şübhəmiz yoxdur. Çünkü həqiqətən nədən biz vücudumuz yenə gəldim torpağa, torpaqdan küfləndik, yarandıq, ruhumuz sahibine gedir üfləyənə, vücudumuz yenə də torpağa gedir. Bu torpaq nə qədər gözəlliymiş. Bu dağın döşündə rəhmətli Əmirəm Sayağı bu təbiəti də siz gözəlləşdirirsiniz. Nələr yaratmışdır. Belə baxıram mərhələ, peysaj. Belə siz burada bir panorama qurmuşsunuz. Bayaqlar sağ olsun Çingiz. Elə yaxşı belə deyim da, qız nədir, oğlan nədir? Elə zürriyyətin həqiqətən də yaxşısı xeyirlidir. Xeyirli zürriyyət olsun evlat. Aslan tinətliyəm olsam da qadın, hər işi bəllidir mənə dünyanın. Ben de bir aslanam, düşünsəm biraz, aslanın erkeği dişisi olmaz. Ona göre kız evlatlarını da xüsusi tələvüm edirəm. Olanlarını da kulağa cingirəm. Teşekkür ederim. O kızının yanında sizi de şöhrətləndirəm. Oğul bak Pənahdır, Cingizdir, var olsunlar. Onlar hiss elətdirmir, kulakları cingirləsin, Daşqın da, Rəfailin da. Onlar hiss elətdirmir ki, burada sənin başın yönaqlı, sanki onlar da buradadır. Onsuz da internet mekanı yaxınlaşdırılır. Real vaxt rejiminde mı birbirini görür. 2 saniyeden sonra burada hatta canlı da çıkıyor. Görür. Sizin danışığınızda kulak ası. Maşallah. Onu da biz yarattık. Təvazökarlıq öz yerində. Dünya bugün ovcunun içindədir. Herkes əslində kamera altındadır. Bunun metaforik dilində biz elə həqiqətən yaradanın kamera altındayıq. Elə yaşamaq lazımdır doğrudan da gösterişli değil. Çəkiləndə kamera altında değil. Her an Allah'ı unutmadan ki elə Allah'ın kamerası əbədidir da. Biz onun altındayıq və elə də yoğruluq, duruluq, saf çeşmə tək çağlaya gəlib ağıl yaşında o hətta Allah o gözəlliyə qovuşar. Yenə sözümü bitirirəm. Məmməd Arazla deyir, həyat bir ibrətdir, həyat bir dərsdir. İtirən uduzur, götürən udur. Geriyə qalan quruca bir səsdir. Gerisi qəfəsdir, sonrası yoxdur. Var olun, sağ olun. Çok sağ ol Əflatun müəllim, çok sağ ol.